I've seen the world, done it all, had my cake now. Diamonds, brilliant and Bel Air now. Summer nights, mid-July, when you and I were forever wild. The crazy days, the city lights, the way you play with me like a child. Will you still love me when I'm no longer young and beautiful? Will you still love me when I get nothing but my aching soul? I know you will, I know you will, I know that you will. Will you still love me when I'm no longer beautiful? Dear Lord, when I get to heaven, please let me bring my man. When she comes, tell me that you let me. But tell me if you can. Oh, that grace, oh, that body, oh, that face makes me wanna party. He is my sun, he makes me shine like a diamond. Will you still love me when I'm no longer young and beautiful? Will you still love me when I got nothing but my aching soul? I know you will, I know you will, I know that you will. Will you still love me when I'm no longer beautiful? Will you still love me when I'm no longer beautiful? Zərinə və Rüstəm, Röya xanım çox diqqətli görünürsünüz. Nəyi düşünürsünüz? Bilirsiniz belə, nə bilim, getdim xəyallara, sakitçilik, yuxu o qədər gəldi. mənə sakitçilik verdilər ki. Hə? Bunu siz də yəqin, kameralardan da hər kəs hiss edəcək. Çox belə sakitləşdim. Bu Hələ yaxşıdır bilmirəm. yoxsa pis? Başa düşmürəm. Elə biz də onu dəqiqləşdirmək istəyirik. Yaxşıdır, yaxşıdır. Yaxşıdır da. Hə. Həmişə həyecanlanmalı deyilik ki, yo. Hədə bir sakitləşək də. Yox, qoyun Eldar həyəcanlansın. Siz digər fikirlərinizi deyin. Zülfiyə xanım, sizdə necədir vəziyyət? Heç nə, oturmuşam sakitəm mən də. Hər şey qaydasında. Çay gəlsin. Orada bizə bir enerji verdilər. Hər ikinizi təbrik eləyirəm. Yox, elə bir enerjinizi alıblar. Elə bir enerjinizi alıblar, Yox, elə verməyiblər. demək, burada əmək var. Burada hətta Murad çıxanda uşaqlar dedi ki, bir tipaj var da, yəni bu. Bəli. Onu siz mahnıda vermədiniz, ifanızda vermədiniz. O çıxanda biz həyəcan gəldi bizə. O axırda qucaqlaşdınız, o səmiyyət var idi ya. Onu çıxışınızda görmədik o səmiyyəti. Amma bitəndən sonra o mahnı o səmiyyətlə qucaqlaşdınız. Bax, onu mən istəyərdim ifada da görüm. Hər halda hər ikinizi təbrik edirəm. Murad, Təşəkkür edirəm. Mən hesab edirəm ki, bu mərhələyə dək gəlmisinizsə, Səs Azərbaycandasınızsa, istedadınız haqqında, səsiniz haqqında uzun-uzun danışmağa ehtiyac yoxdur. Siz istedadlısınız və gözəl səsiniz var. Əlbəttə Bu ki. fikirlər hər ikinizə aiddir. Spesifik yanaşmamda isə bunu vurğulayacağım ki, Rüstəm duet sənətçisi deyil. Rüstəm səhnədə o qədər individualdır, o qədər öz dünyası var və oxumağa başlayan kimi də tamaşaçısını öz dünyasına aparır. Və ona görə də duetdə biraz ola bilsin natamamlıq da bundan özünü bir üzə verir. Rüstəm verdi, amma ala bilmədi. Hə. Rüstəm verdi, ala bilmədi. Bəlkə də Rüstəm elə verdi ki, almasın. Bax, o məqamda var. Bəzən mahnıya elə yanaşırsan ki,
sən başa düşürsən ki, sənin partnyorun orada tamamlaya bilmir səni. Bu bilirsiniz, mən bu heç bir şəkildə Rüstəmin egosu da bağlamıram. Bunu mən Rüstəmin istedadı ilə bağlayıram. İnsan sadəcə olaraq solo oxumaq üçün doğulub. Elə öz dünyasında, öz tərzində, öz sevdiyi nəğmələri oxusun. Kimə necə mən bilmirəm, mənim çox xoşuma gəlir. Və mən istəyərdim ki, Rüstəmi bu layihədə daha çox eşidim ki, o bizi biraz da öz dünyasına dəvət eləsin, gəzdirsin, aparsın bizi o dünyada. Zarinaya gəlincə isə çox xoş, çox mehriban, çox rahatladan bir obrazı var. Sadəcə olaraq Rüstəmin partnyoru deyil, məncə, belə. Amma sonunda necə Belə Rüstəmi qucaqladı? Onun yerində olsaydım, Rüstəmi boğardım orada. Eldar, siz nə edərdiniz? Nə deyərdiniz? Məqamıdır, buyurun, qarşı durma haqqında danışın. Dostlar, sizi təbrik eləyirəm. Çox zərif duet alındı, çox rahatlandırıcı duet alındı. Həqiqətən mənim bütün həyəcanımın 50%-i harasa uçdu, bilmirəm hara. Hamımızdan getdi. Hə. Of, Allah. Eve gitmek istedim. Mahnının özü rahatdı. Ona görə də Bəli. ona görə də biz çalışdıq. Mən istədim ki, mahnı daha çox bu dram partiya və s. daha aktiv olsun, belə də oldu. Amma dostlarımız bugünə qədər hələ o pulsu hiss eləməyiblər. Mən belə düşünürəm. Ən böyük problem çıxışlarında o idi. Ümumiyyətlə, birimiz hər məşqdə, hər görüşümüzdə stabil, rahat oxuyurdu. O birimiz də itirilmiş bir vəziyyətdən hər dəfə inkişaf eləyirdi. Hər dəfə çalışırdı ki, necəsə ayaqlaşsın. Birimiz texniki baxımdan nəfəs alma və s. çox inkişaf elədi. O birimiz daha çox Kosmosdan bağlı. Ürəkdən oxuyur. Anlasa da mətni, anlamasa da hər bir Mətndə sözə... nə deyir orada? Deyir, mən qocalsam da sevərsənmi sən məni? sevə bilərsənmi? Mən qocalanda, eybəcər olanda, Ay, nə qəşəngsiz. qırış-qırış olanda, saçım ağa, dişlərim tökəndə sevəsən məni? Elə deyil, ya. Elə deyir də. Belə deyir, hə? Sözün canıdır. İndi cavab Amma verin. ingilis dilində. ona İndi görə. cavab verin, Röya xanım. Görsən ingiliscə sevər- də Yok yazın. kadın ben kocalmış adamın öş sevir. Beni de sevmesinler. Yo, sən də qocalsan, o da Hamımız qocalar. qocalırıq. Sen qocalmayacaqsan, sen cavan geleceksin. Allah eləməsin. Sizi maksimum biraz bu layihəyə qocalda bilər. Dilimizdə söz var, qoşa qarımaq. Bu qoşa qarıyanlar haqqında idi, ayrı. Ben de yoktu onsta. Amma bir Ben söz... onsta tek öleceğim. Mən bilirəm ki, ikisindən... Ha yəqin ona görə mahnı mən yatışdırıb da. Yox, baxın mən başa da düşmürəm nə Sən onu oxuduqlarını. hiss eləmsən ki, mənlidir. Əfsuslar olsun ki, qoşa qarıya bilməzlər bu layihədə. Siz gülürsüz Amma orada. mən sən deyim, sən biraz da Qoşa uzatsan, qocalar biz burada bilməzlər. üçümüz qarıyacağıq ha. Ay ustadlar, siz orada gülürsüz. Həyəcandan bu uşaqların Birimizə burada halı bir təhər olub. möhtəşəm musical nömrələri vermək olar, musiqini vermək olar, mahnıları vermək olar ki, bu coştursun buranı. Birimiz də çox gözəl beynəlxalq səviyyədə bizi təmsil eləyə bilər, bizi Eldar, təqdim eləyə siz sona bilər. qədər belə kartlarla danışacaqsınız. Birinizə, biriniz birinizə. Çünki mənə çətindir həqiqətən. Bilmirəm, gəlin sadəcə bir ad söyləyim. Onda gəlin sizi İndi- bu çətin məqamdan xilas eləyək. Bu qədər sakitlik, bu qədər dincilik, huzur bəsdir. O həyəcanlı məqam artıq çünki nə vaxtsa başlamalıdır, seçim vaxtıdır. Bu gün üçün, bu ifa üçün deyəcəm, heç bir məşqə arxalanmadan. Bugün mənimlə yola davam edən Rüstəm olacaq. Rüstəm! Təbriklər! Layihədəsiz. Öncə Zərinə ilə, sonra isə ustadlarla görüşür. Təbrik edirəm. Təbriklər. Sen ne maraqlı oğlansan belə. Təbrik edirəm.
Mən bilirdim. Azərkeşin qalacaqsan. ama. Çok maraqlı ifaçıdır. Rüstəmin öz dünyası var. Bəli, bəli. Zərinənin o həyəcanı bir balaca mənə də keçib. Ona görə də mən nə onu, nə özümü həyəcanda saxlamaq istəmirəm. Amma sizə 10 saniyə vermək istəyirəm ki, onu bəlkə xilas eləyə bildiniz. Vaxt gedir, əziz ustadlar. Ne oxumuşdu Zarina gələndə? Hə, Eldar? Flowers? Ne okumuştun? Ayşe Rəhmanovs. Ah, see you red. Ha, demek kimse okuyor. Bu söhbətin vaxtı idi, ay Murad. Yo, mənə lazım idi onu bilmək. Vaxt bitdi. Təəssüflər Zərinəm. Çox Olur belə təəssüflər. şeylər, olur. Axırıncı sözü deyə bilərəm. Buyurun, buyurun. Axırıncı sözüm odur ki, mən çox xoşbəxtəm bu layihəyə düşmüşəm. Amma çox təəssüf ki, burada az vaxt keçirmişəm. Sizə hamınıza çox sağ olun. Deməli axırıncı deyil, axırıncıdır. Hə. Yenə gələcəksən. Səhnələr olacaq hələ. Zərinə, onlar düyməyə sıxmasa da icazə verin mən sizin əlinizi sıxım. Bütün tamaşaçıların adından çox təşəkkür edirik. Və bu alqışlarla sizi yola salırıq. Təşəkkür edirik gəldiyiniz üçün. Çox sağ olun, buyurun. Çok sağ ol ki benimle oldun. Çok sağ ol. Sağ ol kızım. Vurlar. Uğurlar, yolunuz açıq olsun. Xoşbəxt olun.